İstifadə edənlər bu videoyu diqqətlə izləsin ki, kombinizdə hər hansı bir partlayış baş verməsin. Əgər sizin də kombinizdə partlayış verəcək deyə qorxursanızsa, o zaman sizə bir nüansı qeyd etmək istəyirəm. Kombidə partlayış iki halda baş verə bilər. Bir, kombinin istifadə edən istifadəçinin yaratdığı problemə əsasən. İki isə kombinin ustalar tərəfindən, naşi ustalar tərəfindən yaradılan problemlər, nasazlıqlar vasitəsilə partlayış ola bilər. Siz kombinizə əmin ola bilərsiniz ki, ildə bir dəfə texniki baxış keçirsəniz, yəni istifadəçi olaraq bu partlayışların qarşısını ala biləcəksiniz. Niyə mi deyirsiniz? Bəzi ərazilərimizdə qaz çirklidir və bunlar ana eşanjörləri, farsunkaları sıradan çıxaldır və fanları zədələyir və bir çox qaz sıxışması baş verə bilər və yaxud bəzi səbəblərə görə də bu problemlər, bu partlayışlar baş verə bilər. Bunun üçün ildə bir dəfə texniki baxış keçirdin ki, bütün detalları sökülüb, yoyulub, təmizlənib, qışa hazır olsun. Və iki, kombi ustası axtarırsınız, tapırsınız, gəlir. Kombinizdə elə bir problemlər yaradır ki, inanın ki, ondan kombinə binə də patlaya bilər. Yəni, mən dəfələrlə gözümün şahidi olmuşam ki, naşi ustaların yaratdığı problemləri, yəni həddindən artıq həm müştərini ciddi maddi olaraq geriyə salır, yəni xərcə salır, həm də ki, kombidə geri dönüşü olmayan problemləri ortalığa gətirə bilir. Və bir də ki, usta olmayıb, usta kimi özünü aparan müştərilərimiz var. Sizlər də ən yaxşısı ustaya müraciət edin. Oldu, çox sağ olun.